Meyxanası Rəşad Dağlı'nın ad gününü qeyd etdiyinə görə Space televiziyasına Audiovizual Şura xəbərdarlıq edir. Belə ki, bir neçə gün əvvəl Tarix Əliyevin aparıcı olduğu verilişdə sənətçinin övladları və sənətçi yoldaşları iştirak edərək onun ad gününü qeyd ediblər. Modern Naz Audiovizual Şuraya müraciət etməsindən sonra araşdırma başlanmış və kanala xəbərdarlıq edilmişdir. Bu addımı ola bilərmi ki, əxlaqsızlığı təbliğ edən həmin müğənni deyək, özünü model adlandırıb, həcim belə getdi, məni saxlayan belə getdi, mənə filan şey aldılar, boşanmanı təbliğ edən, yəni milli mənəvi dəyərlərimizə zidd olan mövzular, söhbətlər edən insanlara da ola bilərmi ki, müraciət edilsin bəlkə də, onları cəzalandırılsın. Axı buna nə gərək var idi? İki uşaq sevilmişdi orada. Atasız olan uşaq, atası həbsdə olan uşaq və onlara arxa dayaq olunmuşdu. Sənətçi dostlar, onun atasının olmadığını ən azından bir neçə dəqiqəlik hiss elətdirmişdilər, arxasında olduklarını hiss elətdirmişdilər. Yəni, burada uşaqlara qarşı olan haqsızlıqdan mən danışmaq istəyirəm. Uşaqlara sahib çıxılır və uşaqlar, bunu sosial şəbəkədə görən uşaqlar nə başa düşməlidir? Uşaqların mənəviyyatını, uşaqların sevincini niyə belə gözünə salıb söndürürsün? Mən təklif edirəm Audiovizual Şura. Əgər belə hər şey obyektiv yanaşırsınızsa, bütün sahələrdə, bütün verilişlərdə, kinolarda, seriallarda milli mənəvi dəyərlərimizə, əxlaqsızlığa, zidd olan şeylərə qarşı çıxın. Cinayətkarlığı, narkotikanı təbliğ edən kinolar, seriallar, əxlaqsızlığı, fahişəliyi, xəyanəti təbliğ edən bütün mövzuları bağlayın. Bağlamırsınızsa, onda mən nə deyim sizin bu məsələyə belə yanaşmağınızı?